Bugün sizlərə elektrik dövrələrində istifadə edilən LM7805 regulyatorlarından bəhs edəcəm. LM78 seriyalı regulyatorlarda model nömrəsindən sonraki 2 ədəd regulyatorun çıxış gərginliyini bildirir. Məsələn, LM7805-də çıxış gərginliyi 5 voltdur. Üzərində 3 ədəd pini vardır, input, ground və output pinlərdir. Bu regulyatorların giriş voltajı LM7805 üçün 7-35 volt aralığındadır. Çıxışda cərəyan şiddəti maksimum 1,5 amperdir. Gərginliyi 5 volta salmaq üçün qalıq gərginliyi temperatura çevirir. Dövrələrinizi istifadə etməmişdən öncə buna diqqət edin. Dövrənizdə temperatura həssas bir element varsa, bu regulyatordan istifadə etməyi məsləhət görmürəm. Əlavə olaraq dövrənizdə 1,5 amperə yaxın cəryandan istifadə edirsinizsə, regulyatorun üzərinə alüminium soyuducu bloku bağlamanız məsləhətdir. LM78 seriyalı regulyatoru alarkən komponentin orijinal olmasına diqqət edin. Orijinal olmayan regulyatorların arxasındakı metal təbəqə nazik olur və maksimum 24 volta kimi tab gətirir. Bu tip videolar sizin üçün maraqlıdırsa kanalımıza abunə olmağı unutmayın.